deməli Çin istehsalı inkubator. Görüm hala buradan çıxabilir. Oy, oy. Qardaş burada yaradıb. Hemen burada 2 watt tutuyor. Ha, özüm oğlum. Gəlmişik burada inşallah. Məşdağa kəndi. Təzəcə inkubatordur. Təzə işlənməyib. Görürsünüz. Toklar da buradadır. Təzə. Görürsünüz. Bunlar da qardaşda birini yığmışıq, təmir eləmişik. Gəlmişik birində təmir eləməyə inşallah. Bunların birsə çıxış faizləri zəif olur. Yığacaq inşallah qəşək. Bu da əla olacaq. İnşallah bu da yığılsın. Paylaşacağım, baxarsın. Bunun səsinə baxın. Sultan ver bana. Mənə səsi yoxdur. Hiç gələcək sağ ol. Bravo. Kırılır heç. Bu da bizim reklamımız. İnkubator hazırdır. Bak. Elə bir yanından Prius keçir təzə. Səsini eşitmirsən. O çiçək kimi işləyir. Nə dırıltı, nə bırıltı, nə silkələnmə, heç nə yox. Demək inkubatorumuz yığıldı, hazırdır. Nə qədər çəkdi bu? 20 dəqiqə çəkdi, yarım saat çəkdi. Yatdın gəldin bir poz. Namaz qıldım. Ha, Allah qəbul eləsin. Allah qəbul eləsin. Arkasında. Qardaş, bax, sən Allah nə qədər pul verdin bunun yığılmağına? 150. Yo, düzdür. 140. 140, ay sağ ol. Düz demək lazımdır. 150 demişdim, 10 manat hörmət elədi, 140 manat. Halal xoşun olsun, Məşdağa. Bu oruçluğun gününə and olsun deyirəm. 140 manat aldım da səndən. Düzdürmü qardaş? Halal xoşun olsun. Bu da ikincidir də, paş düşdü yığırıq. Bunu da boş vəziyyətdə işlətmə. Görsən nəmişlik, su yoxdur içində. İçindəki qab yanar. İnkubatorumuz hazırdır. Bu da bizim əlaqə nömrəmiz. Xeyirli olsun qardaş. Verdiyin pulu halal elə. Sən də gördüyümüş, çəkdiyim əziyyət halal xoşun olsun. Sağ ol. Kömək eləyən yumurta qoyanda mən zəng eləsən. Ürəyin nə vaxt istəyir, zəifir. Düşə biləcəyəm. Pro inkubator çıxardı Allah. Vay dədə vay. Xeyirli olsun.